Mütləq. Çünki bugün öyrəndikləriniz sizin həyatınızı həqiqətən dəyişə bilər. Siz Ersağı tanıyaraq o qədər gözəl həyat yaşayacaqsınız. Təbii ki, artıq bunu sizə göstərənlər, sübut edənlər var. Ersaqda ayda bir ev alacaq qədər qazananlar var. Düşünün ki, bu həqiqətən bir xəyal deyil artıq. Bunlar bir sübut olunmuş gerçəklərdir. Digər ölkələrdə ayda bir ev alacaq qədər qazananlarımız var. Şükürlər olsun, Azərbaycanda da kifayət qədər qazananlarımız var. İnanın ki, deməli, maaş vaxtı baxırıq ki, üzvlərimizin maaşlarına 74 min üzvlərimiz maaş götürür. Hələ müdirlərdən əlavə. Görün nə deməkdir bu? Maşallah, maşallah. Maşallah, həqiqətən artıq yüzlərcə yox, minlərlə maaş alanlarımız var və Ersaqçı olduğumuz üçün fəxr edək, qürurlanaq ki, Ersaq məhsullarla bizə sağlıq verməklə yanaşı, iş imkanları ilə də minlərcə, artıq dünya ölkələrində hesablasa, milyonlarla üzvü var. İndi düşünün ki, bu üzvlər bir zaman sağlıqla yanaşı maddi imkanlarında yaxşılaşdıraraq daha gözəl həyat yaşayacaqlar. İndi öz arxasını düşünün, bir xəyal eləyin, xəyal qurun ki, necə gözəl imkanlar var burada. Yəni, digər işlərlə yanaşı, heç bir işə mane olmadan, elə evdə oturaraq, yaxud hansı vəziyyətdə olursa olsun, məsələn, yataqda olan belə liderlərimiz var, lal olan liderlərimiz var. Bu, bilirsiniz nədir? Sadəcə insanın düşünmə qabiliyyəti olsun. Vəssalam. Bir düşüncə ilə siz artıq bu işi başa düşərək buradan istədiyiniz və çalışaraq bacardığınız qədər qazana bilərsiniz. Təbii ki, burada qazanc müxtəlifdir. Hər kəs öz çalışmağına görə qazanır və biz də bugün sizə göstərmək istəyirik ki, necə olur ki, biri çox qazanar, biri az qazanar. Yəni, eyni şirkət, eyni məhsul. Amma bu fərq nədən yaranır? Fərq təbii ki, qarşımıza qoyulduğumuz məqsəd və o məqsədlərə çatmaq üçün çalışma üsullarımızdan asılıdır. Əzizlərim, yəni hamımız qəbul edə bilərik ki, həyatımızı qazanmaq üçün çalışmağımız vacibdir. Hansı sahədə olursa olsun, istər müəllim, istər həkim, istər dərzi, fərq eləmir. Hamı çalışaraq qazanır ki, daha həyatını yaşaya bilsin, övladlarını böyüdə bilsin. İndi məsələ nədədir? Müəllim qarşısına bir məqsəd qoydu, oxudu, müəllim oldu. Düzdürmü? Amma bizim işimizin özəlliyi nədir? Burada heç təhsil almadan belə işləyənlər var. Amma bizim də işimizin məqsədi, hədəfi ilk növbədə öyrənmək olmalıdır. Biz öyrənməsək, işin gedişatını bilməsək, o zaman nə edəcəyimizi bilmərik. Düzdürmü? Nəticədə heç nə qazanmarıq. Deməli, bizim qazanmağımız üçün ilk növbədə qarşımıza hədəf qoymalıyıq ki, mən bu işi öyrənəcəm. Yeni gələnlərə aiddir təbii ki. Çünki aramızda yeni gələnlərimiz də var. İnşallah tezliklə onları qazanca çataraq en böyük uğurları ilə bizləri sevindirəcəklər. Buna əminəm. Çünki inanın ki, mən birinci günü qazanmağa başlamışım. Bunu qeyd edeyim. Və təbii ki, ilk gündən daha çox qazananlar olub. Yəni, mövzu arasında bunları da sizə xatırladacağım. Bir halda ki, burada qazanc var, deməli, hər kəs qazanar. Amma hardan başlayırıq? Təbii ki, məqsəddə. Məqsəd necə yaranır? Əvvəlcə siz Ersağı tanıyaraq, Ersaq şirkətinin imkanlarını öyrənərək qarşıya məqsəd qoya bilirsiniz. Siz buradakı sizə gələcək həyatda nələr əldə edə biləcəyinizi, həyatınızı necə dəyişəcəyinizi bildikdə məqsəd yaranar, düzdürmü? Siz əgər bu məhsulu tanıdıqda, onun faydalarını öyrəndikdə, o məhsulla siz sağlığınızı qoruya biləcəyinizi,
öyrənərək o məhsulu alıb sağlam yaşamağı qarşıya məqsəd qoyursunuz, düzdürmü? Gəlin Doğru. baxaq. Siz hələ öyrənəndə ki, bu məhsulları aldığınız pulu belə buradan özünüz qazanarsınız. Nə gözəl. Həm məhsulumuzu alırıq, həm də pulumuzu qazanırıq. Və belə olduğu halda biz bu pulu necə qazanırıq, onu qaydalaşdıraq. Deməli, network sistemi ilə çalışırıq və network keçən mövzumuzda mən sizə bildirmişdim ki, yəni bu mövzumuz hardasa zəhmət olmasa mikrofonları bağlayın və mütləq də mövzudan qeydlər götürün. Not alın ki, sizə suallar verəcəm. Təbii ki, sizin də suallarınız yaranmalıdır. Diqqətlə dinləyən hər kəsin mütləq sualı olacaq. Yəni, aydın olmayan, sizə qaranlıq qalan məqamları sual verin, soruşun. Siz qazanmaq üçün buradasınız. Yəni, sual verməyə heç vaxt utanmayın. Deməli, əzizlərim, keçən mövzumuzda Müdürüm Gönül Muradova, Seyda Dadaşova, 7008. Hamınız mikrofonlarınızı bağlayın. Səs gəlir, bağlayın. Hə, bağlasınlar. Deməli, keçən mövzumuzda nə öyrənmişdik biz? Network bizi xəyallarımıza çatdırır. Düzdürmü? Çünki network elə bir gəlirli sahədir ki, müasir dövrün ən gəlirli sahəsidir. Amma başa düşüb çalışanlar üçün. Deməli, eyni zamanda networkdə ən çox qazananlar özünə ən güclü liderlər hazırlayanlardır. Bunları bir qısa özət olaraq keçən mövzumuzdan sizə xatırladıram. Çünki mənim müdirlər arasında mövzu bölündükdə network sahəsi mənə düşübdür. Təbii ki, digər müdirlərimizin də təlimlərini izləyirsiniz. Hamısı vacibdir, hamısı. Yəni, siz bu işi mükəmməl öyrənməyiniz və daha yüksək gəlir əldə etməyiniz üçün bütün müdirlərin təlimlərində, liderlərin təlimlərində olmalısınız ki, hərədən bir mövzunu öyrənərək öz işinizdə tətbiq edə biləsiniz. Mənə isə network mövzuları düşübdür. Deməli, Ersaq şirkətinin iş imkanlarını sizə öyrədəcəm. İnşallah ki, mövzumuzu çox gözəl sizlərə çatdıraram. Çox da gözəl faydası olacağına əminəm. İnşallah bunun nəticəsini artıq yaxın aylarda görmüş olarıq. Düşünün ki, yenisiz, hamınız yenisiz və buradakı iş imkanlarını öyrəndiniz, qarşınıza məqsəd qoydunuz. Neynəməlisiniz? Düzdür, aramızda artıq müdir adayı da var, müdirlər də var. Amma mən hamınızı yeni gəlmiş kimi təsəvvür etməyinizi istəyirəm. İşimizin ən asan tərəfi bilirsiniz nədir? Sadəcə sevdiklərimizə bu şirkəti tanıtmaq necə? Bu məhsulları məsləhət görmək. Bax, buradan başlayırıq. Network özü məsləhətə dayalı bir satış deməkdir. Yəni, bizim razılığımızı ətrafımıza bildirməkdir. Beləcə, bizim məsləhətimizlə gələn üzvlər bizim komandaya daxil olur. Onların sifarişindən sistemə ballar yazılır. O ballar toplanaraq bizi karyerlərə çatdırır. Xüsusilə vurğuluyum. Bu məhsullar hər kəsə, hər bir evə ən vacib ehtiyac olan məhsullardır. Yəni, kimsə deyə bilməz ki, mən bu məhsulları istifadə etmirəm. Onsuz da marketdən gedib alırsınız. Sadəcə məhsulunuzu alaraq evə dönürsünüz, düzdürmü? Amma burada o məhsula verdiyiniz pul sistemə bal olaraq yazılır. İstəyirəm bu üstünlükləri qeyd eləyəsiniz. Həmin məhsul siz iş sahibi olursunuz. Yəni, bir də zəhmət olmasa mikrofonları bağlayaq. Üzürlü sayın. Deməli, əzizlərim,
Baxırsınız, sizin burada əlavə iş qurmaq üçün əlavə yatırım etməyinizə heç 10 qəpik belə ehtiyac yoxdur geri gəlsə. Sadəcə sizə burada qazandıran düşüncə tərzinizdir. Əgər bunu aydınlıqla qəbul etsəz, inanın ki, bax, bugün bizi dinləyənlərin hər biri ən yüksək qazanca çata bilər. Çünki bütün Azərbaycanı ersaqçı edə bilərsiniz. Fikirləşin ki, siz bir ayda 100 nəfəri belə qeydiyyat edə bilərsiniz. Tək başınıza 100 nəfəri belə qeydiyyat edə bilərsiniz. Nə var ki, bir günə öyrənsəz bu işi, həmin gün başlayırsınız, bütün sevdiklərinizi siyahıya alırsınız, elə sevdiklərinizdən, sizə inananlardan başlayaraq, sonra isə tanımadığınız insanlara keçirsiniz və sevdiklərinizi isə bir nəfəri, 5 nəfər, 5 nəfəri, 50 nəfər etməyi qarşıya məqsəd qoyursunuz və sizə indi öyrədəcəyim hədəfi necə təyin edəcəksiniz? Hədəflə çalışaraq məqsədinizə çatıb sizə lazım olan qazancı əldə edəcəksiniz. Yəni, mövzumuz məhsul deyil və mən məhsul haqqında danışmayacağım. Onsuz da hər biriniz bilirsiniz ki, məhsullarımız nə qədər möhtəşəm və mükəmməldir. Deməli, əzizlərim, ilk növbədə istəyirəm sizə bir xəyallar qurmağınıza kömək edəyəm. Düşünün ki, burada siz liderlik hələ diplom almaq deməkdir. Birazdan sayacağım karyerləri sıfırdan başlayaraq. Amma siz liderliyə çatdıqda ən azı 500 manat maaş almalısınız. Ən azı. Əgər ki, işi öyrənib düzgün sistem qurmusunuzsa. Və qazanc bundan sonra başlayır demək olar ki, əgər bir öncü 500 manat qazanırsa, özünə 5 bağlı öncü hazırlayan bronz ən azı bir 1000 manat, 1500, 2000 manat qazanmalıdır. Müdür olana qədər. Müdür olana qədər 2000 qazanmalıdır. Və müdür 5 bronzu ilə, 5 öncüsü ilə, üzrünü sayın, 5 öncüsü ilə müdürlük komandası yaradaraq 2000 bal dövriyyəni edən və 2000 manatdan başlayaraq qazanan birisidir. Yəni, siz müdür olduqda artıq 2000 üstü qazanmağa başlayırsınız. Əsas bundan sonra başlayır sizin işiniz. Yəni, müdür, sonra üst müdür, sonra bölgə müdürü, sonra üst bölgə müdürü düşünün. Burada qazanc necə artan və limitsizdirsə, eyni zamanda karyeralarda limitsizdir. Əgər istədiyiniz qədər siz qazana bilərsiniz, sadəcə işi planlı və hədəfli çalışsanız. Yəqin ki, aranızda ev almaq istəyənlər, maşın almaq istəyənlər, ən gözəl həyat yaşamaq istəyənlər var. Mütləqdir bu, düzdürmü? Varmı aranızda elələri? Sözsüz ki var müdürüm, əlbəttə var. Həyasız insan mı var? Bəli, bəli. Layla müdürüm, xoş gəldiniz. Hoş geldin efendim, dinləyirəm sizə. Deyirəm ki, insanlar əvvəlcə bir xəyal qursunlar, daha gözəl həyatı bir fikirlərində canlandırsınlar, özlərini ersaq qazancı ilə aldıqları maşınlarında təsəvvür etsinlər, buradan qazanacaqları evdə özlərini təsəvvür etsinlər əvvəlcə. O xəyallar olduqda məqsəd yaranır və ersağın belə gözəl imkanlarının olduğunu bilsinlər və ona görə də diqqətlə öyrənsinlər. İndi hamıya maraqlıdır. Bəs biz pulu necə qazanırıq? Biz necə çalışmalıyıq? Düzdürmü? Maraqlıdırmı sizə? Maraqlı deyək. Bəli, bəli. Bəli. Mən sizə onun yolunu öyrədim, göstərim, yoxsa qalsın gələn dəfiyə. Məncə mövzumuz bitdi. Nağdını qoy, niyə nisiyə qaçırıq? Nağdı öyrədin, qalsın sonra gələn səfərə Başqaları qalsın gələn dəfiyə. Qıvarsa bilməyənlər özlərindən gitsin. Bəli, bəli.
Əslində mən söhbəti hələ bir istədim bir motivasiya ilə başlayaq ki, o qoşulmayanlar da bəziləri ya bəlkə də namazdadılar, belə deyək, Allah qəbul eləsin. Ən yaxşı halları düşünək də biz. Tək elə namaza görə qoşulmuş olmasınlar. Düzdürmü? Axşamınız xeyir olsun müdürlərim Axşamınız xeyir. və dəyərli İrsaq ailəmiz. Hər birinizi xoş gördük. Axşamınız Xoş gəldiniz. Xoş gəldiniz. Axşamınız xeyir. Xoş gördük. Çox maraqlı bir seminar olacağına əminəm müdürüm. Uğurlar. İnşallah, inşallah. Mən artıq onlarda elə bir xəyal yaratmışam ki, bu dəqiqə hamısı özünü alacağı maşında, alacağı evdə təsəvvür eləyir. Ona görə də o pulları qazanmaq üçün ən böyük hədəflər qoyub, qarşıda olan böyük seminarımızda səhnəyə ən böyük uğurları ilə çıxaraq, ən böyük mükafatları alaraq, indi bu mövzumuzu öyrənməyə hazırlaşırlar. İnşallah. Maşallah. İnşallah görək. Düşünürəm ki, mənim mövzum deyərdim ki, Ersağın ən pik nöqtəsidir. Pik nöqtəsi. Çünki biz hədəflə çalışmasaq, heç bir uğur, heç bir qazanc əldə edə bilmərik. Yəni, hədəfsiz bir insan, bilirsiniz, çox məsuliyyətsiz olar. Nə edəcəyini bilməz. Amma xüsusilə bizim balların 2 ay sistemdə qalması bizə çox gözəl imkanlar verir. Müdürüm, siz nəsə əlavə etmək istəyirdiniz? Buyurun, sizin fikrinizi alaq, sonra mən başlayayım. Mən lövhə Xeyr üzərində müdürüm, əlavə göstərəcəm. etmək istəmirdim və sizin seminarınızı dinləyirik. Axırda fikirlərimizi də bildirəcəyik. Buyurun. İnşallah. Deməli, əzizlərim, əvvəla başlamaq istəyirəm. Ersağ bildiyiniz, tanıdığınız bütün şirkətlərdən fərqli olması ilə yanaşı, öz avantajları ilə ən üstündür. Yəqin ki, digər şirkətləri aranızda tanıyanlar var. Mən danışdıqca xəyalınızda canlandırarsınız, fərqi özünüz tutarsınız. Məsələn, digərləri kataloqla çalışdığı halda 21 gündən bir kataloq dəyişir və o dövriyyədən asılı olaraq karyerdə qalırlar. Düzdürmü? Amma bizim ballar 2 ay sistemdə qalması ilə bizə daha böyük imkan yaradır. Yəni, düşünün ki, siz 2 ay ərzində istədiyiniz karyerə çata bilərsiniz. Bayaq qeyd etdiyim kimi, sizin məsləhətinizlə gələn üzvlərin sifarişlərindən sizin sistemdə ballar yazılır. Düşünün ki, siz bir üzv olaraq onlayn mağaza sahibi olmuşdunuz və sizə bağlı olan üzvlər də öz mağazalarını açdıqda artıq siz mağazalar şəbəkəsinin sahibi olaraq, azad sahibkar olaraq iş quracaqsınız. Bax, bunun üçün hədəf təyin etmək lazımdır. Bunun üçün məqsəd qoymaq lazımdır. Düşünün ki, nə qədər sifarişlər çox olacaqsa, təbii ki, daha yüksək ballar, daha yüksək karyerlərə çatmaq imkanı verəcək. Mən bayaq Şaxdağda karyera tablomuzu göndərdim. Sizə bir xatırlatma olsun. Təbii ki, əvvəldən olanlarımız karyer cədvəlimizi əzbər bilirsiniz. Amma bilməyənlərə də mən burada lövhədə yazmışam, göstərəcəm. Çünki Ersağda qazanmaq istəyən birisi mütləq şəkildə biznes planımızı, sonra qazanc sistemimizi o qədər mükəmməl bilməlidir ki, və siz də qarşı tərəfə məhsullarla sağlığınızı qazanmağı göstərməklə yanaşı, yəni məhsulun faydasını göstərdikdə o məhsulu satmış olursunuz. Unutmayın, məhsulun tərkibini izah etdikdə tanıtmış olursunuz, amma faydasını göstərdikdə artıq onu satmış olursunuz. Niyə? O faydanı bilən qarşı tərəfdə artıq istək yaranacaq, ehtiyac tələbat yaranacaq və beləcə o da məhsulda istəyəcək. Və siz əgər şirkətimizin avantajlarını göstərərək o məhsulu şirkətdən sərfəli paketlərlə almağın nə qədər qazanclı olduğunu, kampaniyalar, hədiyyələr, bunları qısaca xatırladıram. Ona görə də o sizə üzv olacaq. Hər şey sizin təqdimatınızdan və insanlara o sərfəli, qazanclı yolu göstərməyinizdən asılıdır. Və qarşı tərəfin ehtiyacına uyğun olaraq ona qazanmağın yolunu göstərmək mütləqdir. Ola bilsin ki, birinin sağlığa ehtiyacı var, məhsulla yanaşırsınız. Amma digərinə
pul qazanmaq, yəni daha çox ehtiyacdır. Siz mütləq şəkildə ona qazanc sistemini göstərməyi bacarmalısınız. Buna görə də ilk növbədə siz öyrənməlisiniz. Baxaq biz karyerlərimizi necə qazanırıq? Vurğuladığımız kimi bizim sifarişlərdən, baxın, bizim sifarişlərdən sistemə ballar yazılacaq və o ballar toplanaraq bizə karyer qazandıracaq. Görünürmü lövhəmiz? Bəli, bəli, görünür. Bəli, bəli, görünür. Mən xüsusilə hər zaman yuxarıda qeyd edirəm. Ballarımız 2 ay sistemdə qalır. Bax, bunu xüsusilə bilməyiniz vacibdir ki, siz işin gedişatını öyrənərək nə edəcəyinizi planlaşdıra biləsiniz. Və bu plan sizin hədəfinizdən asılıdır. Siz hədəfinizi necə təyin edəcəksiniz? Ballar 2 ay sistemdə qaldığı üçün bizim ballar dövrü və karyer balı olaraq 2 sütunda göstərilir sistemdə. Təbii ki, liderlər, sponsorlar öz üzvlərinə mütləq şəkildə sistemlə işləməyi öyrətməlisiniz. Çünki bizim iş yerimiz sistemdir. Ona görə də hər zaman deyirik ki, siz hardasınız, işiniz oradadır. Baxın, burada mən necə qoyum telefonu ki, hamısı görünsün. Bir dəqiqə. Baxın. Deməli, biz ilk olaraq bizə lazım olan karyerləri qazanmalıyıq ki, bu karyerlər bizə nə verəcək? Yəni, həm karyer qalxdıqca endirimlər çoxalır, həm də karyer faizinə uyğun olaraq komandada aylıq dövriyyədən gələn sifarişlərdən bizə maaş yazılır. Yəqin ki, hamınız bilirsiniz, biz ilkin üzv olduqda, başladıqda 20% endirim və 25% qazancla başlamış oluruq. Eyni zamanda qazandığımız karyeralar isə həmin 25 üzərinə gələrək nəhayətində bizə 58%-ə qədər endirim verəcək. Baxın, 25 üstəgəl 10, 25 üstəgəl 15, 25 üstəgəl 21, 27, 33, nəhayətində 58%. Bunu dəftərlərinizdə qeyd edin. Nə qaranlıq qalacaqsa, sonradan bunu sizə əlavə yenə də izah edərəm. Mən istəyirəm əsas hədəfi necə təyin etdiyimizi, vaxtımızı ona ayırım. Yəqin ki, karyerləri gördünüz. İstəsəz qrupda göndərmişəm. Daha ətraflı baxarsınız oradan. İndi gəlin baxaq, biz bu karyerlərə necə çatırıq? 10% karyerimizə çatmağımız üçün bizə 10 bal lazımdır. Və bir balımız hardasa 29 manatdır. Və deyək ki, bu gün kampaniyada 120 manatlıq sifariş keçənlər artıq 4 bal əldə etmiş olurlar. Və bunlar bizə dövrü balımıza yazılacaq. Dövrü bal, yəni bu aya aid olan ballar görünürmü lövhə? Görünür müdürüm, görünür. Narahat olmayın. Bəli, Tamam, bəli, görünür Əsas xanım. İstəyirəm ki, mövzu sizə o qədər aydın olsun ki, siz buradan ayrıldıqda hər kəs qarşısına dəftər qoyub, bu ayın hədəfini o qədər aydın yazasınız ki, ayın axırına hər kəs istədiyi, yəni təyin etdiyi hədəfinə mütləq şəkildə çatmış olsun. İndi düşünün ki, sizin artıq 27 karyerdəsiniz. Yəni çalışan bir komanda yaratmışsınız. Və burada keçən aydan qalan ballarımız bizim karyera balı sütunumuzda yazılır. Və dövrü bal sütununda isə ancaq bu aya məxsus olan ballardır. Ballar 2 ay sistemdə qaldığı üçün karyer balı keçən aydan gələn bal ilə bu ayın toplamıdır. Diqqət edin. 27 karyerdə olan birisinin 96 balı var. İndi buna biz hədəf təyin etməliyik. 21 karyer, onun komandasında 21, 15, 10 karyerdə hətta yeni bir üzvü var, aktiv üzvdür. Baxın, ballara diqqət edin, görə bilirsiniz. 21 karyerdə olanın keçən aydan 40 balı qalıbdır. 15 karyerdə olanın 30 balı, 10 karyerdə olanın 20 balı qalıb. Mən ona görə sizə bayaq qrupa göndərdim ki, karyer cədvəlimizi əzbər biləsiniz. Yəni,
21 növbəti 27 karyerə getmək üçün ona nə qədər bal lazımdır? Təbii ki, 120 bal. Deməli, diqqət edin, 21-in 40 balı var. Neynəməlidir? Bu artıq 120-yə çatmaq üçün 60 balı hazırlamalıdır. Bunu dəftərinizdə yazın öz üçün. Hamı yazsın. Sonra 15 karyerdə olan 30 balı varsa, növbəti karyerası 21 olduğu üçün bir 30 bal da buna lazımdır ki 60 bala çatsın. Eyni zamanda 10 karyer isə 20-nin üzərinə 10 bal qoyaraq 15 karyerinə çatacaq. Və təbii ki, aktiv üzvümüz isə ən azından 10 karyerə çatmağı hədəf qoymalıdır və 4 bala ehtiyacı var. Bu aşağı karyerdə olanlar, yəni 27 karyerin komandası. İndi fikir verin, 27 karyerdə olanın 96 balı varsa, 201 bala çatmaq üçün görürsünüz, 33'e çatmaq üçün 201 bala ehtiyac var, düzdür? Mən telefonu elə qoyum ki, hamı görə bilsin. Hə. Yenə tablosunu hazırlayın. Düzgün çalıştırsa, hədəfləri düzgün təyin etsə, aşağı karyerdə olanlar növbəti karyerinə çatsa, o ballar toplanaraq 201 balı çatdıracaq. Diqqət etdiniz. İndi bunları hədəf qoyan zaman biz ən balaca karyerdən, ən aşağı karyerdən 10 karyerdən başlamalıyıq. Yəni bu 15 karyerin komandasını açsaq, təbii ki, bunun komandasında 10 karyerlər var, yeni gələnlər var, düzdürmü? Biz burada sadəcə 27 karyerdə olan öncü yardımcısının komandasına baxırıq. Onun üzərində olan. Amma 21'in komandasını açanda onun komanda siyahısı açılmış olacaq. Və beləcə ən yeni gələnimizdən başlayaraq hədəf qoymalıyıq. Və belə olduğu zaman da biz həm də ekip çalışmasına diqqət edirik. Daha gözəl ekip bölərək, daha gözəl idarə edərək, yəni bizə gələcəyimiz üçün çalışan, güclü, sağlam komanda yaratmış oluruq. İndi özünüz dedim ki, bu hədəf çalışması, hədəf təyin olması və hədəf üzrə çalışmaq nə qədər önəmlidir. Və belə olduğu zaman siz nə edirsiniz? Yeni gələnlərə hədəf təyin etdikləri zaman onlara da eyni zamanda komanda yaradaraq bu balların hazırlanmasına kömək edin. Onlara yəni uyğun olan ən asan, ən sadə, ən qazançlı yolları göstərin. O zaman həm onlar sizin qayğınızı hiss edərək başlamış olacaqlar. Həm də sizin etkilerinizə Ruslanım sesiniz kırılır. Müdürüm sesiniz kırık gelir. Yaxşı girmişsən, sən üçün bunun kimdirsə səsi pis gəlir deyən, ona görə belə səsin yavaş. Aslındadırsa şey var. İndi necədir? Yaxşı, get. İndi necədir? Səsim gəlir sizə? Gelir, indi gelir. Aha. Eyb yox. Biraz görüntünü bağlayarak danışım. Bizdə biraz Wi-Fi problemi var. Yəqin ki, o lövhədə sizə qaranlıq qalmaz. Yəni, burada mən sizə əsasən nəyi bildirəcəm? Dəftərinizdə qeyd edin. Ballarımız 2 ay sistemdə qaldığı üçün siz çalışıb, bunun gəldiyi gün xüsusilə qərarlı məqsədi olan çalışmaq istəyənlərə sistemi düzgün öyrətsəz, o zaman 1 bal itirmədən belə 2 aya öncü çıxmaq mümkündür. Yəni, əgər o 2 ayın sonunda balının silinəcəyini indidən bilsə, inanın ki, o özü dayanmadan çalışacaq. Və siyahısının da elə gözəl seçim eləyərək özünə əsl lider xarakterli insanlar seçəcək ki, onlar da komanda yaratsınlar ki, komanda sürətlə böyüsün. Və özünə gələcək liderlərini hazırlaya biləcək. Buna görə də
planlı, hədəfli çalışma mütləq şəkildə bizi ən böyük uğurlara, ən böyük qazanclara çatdıra bilər. Və xüsusilə vurğulamaq lazımdır ki, biz günəş sistemi ilə çalışdığımız üçün ətraflı qollar açaraq daha yüksək qazanca çata bilərik. Balların silinmədən toplanması xüsusilə bizə necə kömək eləyir? Deyək ki, yeni gələn bir üzvümüz artıq bu kampaniyada 4 bal qazandı və ona əgər izah etsək ki, bax, sən bu ayın balını gətirib 15 karyerə çatarsan, 30 bala çatarsan, o zaman sən gələn ay bu 30 balı daha asanlıqla 60 bal edə bilərsən, düzdürmü? 21 karyerə çatarsan. Və yaxud bunlar silinmən. Bir var silinən balları yenidən qazansın. Bir də var ki, elə sistemdə olan balın üzərinə daha çox bal toplayaraq növbəti karyerləri qazansın. Düşünün ki, bu daha asandır və insanı daha böyük qazanclara çatdırır. Çünki daha yüksək karyera, daha çox endirim deməkdir və daha yüksək faizin maaşı deməkdir. Bax, bunların hamısını qarşı tərəfə əlaqəli izah etmək lazımdır. O bilməlidir ki, yüksək 33 karyerə çatdıqda nə əldə edəcək? İndi fikirləşin ki, 33 karyerdəsiz, yeni gələn üzvün xoş gəldin kampaniyasından 145 manatlıq sifarişindən sizə 35 manat maaş yazılır. Bir sifarişdən 35 manat yazılır. Və siz bunu bilərək qazancı hesablasaz, artıq siz bu ay ərzində nə qədər maaş ala biləcəyinizi indidən hesablayırsınız və ona görə hədəf təyin edirsiniz. Bir də xüsusilə mən yaddan çıxmamış vurğulayım. Bilirsiniz bizim aktivlik tablomuzu. Yəni ay ərzində siz aktivliyinizi yeni gətirdiyiniz üzvlərlə təmin edirsiniz. Sifariş etməyinizə ehtiyac qalmır. Ona görə biz hər zaman deyirik ki, ehtiyac olduqda sifariş vurun. Əslində siz yeni üzvlərlə daha böyük komanda yaradaraq, daha yüksək qazancı daha çoxaldırsınız. Və burada da bizim şirkətimizin humanistliyi yenə də göz önündədir. 10 karyerdə olan sadəcə bir üzv, 15-də olan yenə bir üzv, 21 karyerdə 27 karyerdə olanlar 2 üzvlə və 33 karyerdə olan cəmsi 3 üzvlə aktivliyin bərpa edə bilir. Bu da yəqin ki, diqqət edirsiniz. 15 karyerdə olan təbii ki, təcrübəsi hələ azdır, işi öyrənməkdədir. O ən azı ay boyun bir nəfər gətirə bilər. Yəni, nə qədər pasiv adam olsa, mütləq bir-iki nəfəri gətirər. Nəzərə alsaq ki, bu adam komanda yaradır, daha çox üzv gətirir. Amma ən azından birini bacarar. Və öncü olduqda 3 nəfər üzv gətirmək elə də çətin deyil. Məncə siz elə bugün dəftərlərinizdə özünüzə bu ay mən aktivliyimi yeni üzvlər gətirərək bərpa edəcəm. Bax, bunu özünüzə birinci növbədə söz verin və özünüzə qarşı tələbkarlıqla çalışın. İnanın ki, bu sizin məsuliyyətinizi artıraraq daha səmərəli qazanmağınıza kömək edər. Bu ayın əvvəlində artıq birinci 10 günlüyümüz başa çatır. Bu ayın əvvəlində siz sistemə daxil olaraq özünüzə necə hədəf təyin etsəz, nə yarımçıq karyerlər qalmaz, nə də qazancınız azalmaz. İnanın ki, hələ qazanc getdikcə o qədər sürətlə çoxalacaq ki, uğuru gətirir, əzizlərim. Siz öncü çıxan zaman, əgər qarşınıza bronz olmağı hədəf qoyursunuzsa, o zaman siz dayanmazsınız. Bir an belə dayanmazsınız. Heç dayanmağa əslində, bilirsiniz necə, səbəb yoxdur. Çünki siz öncü olduqda diplom aldınız. O diplomla çalışmalısınız ki, qazanasınız. Və qazandıqca qarşınızda daha geniş üfüqlərin açıldığını görürsünüz.
Və burada əsas məsələ sizin gətirdiyiniz üzvlərin, onlar sizə güvənərək gəlibdir. Onlara necə qayğı ilə yanaşıb, necə işi öyrətməyinizdən asılıdır. Əslində alıcı olaraq istifadəçi gələnlərə belə mütləq şəkildə diqqətlə yanaşmalısınız. İlk sifarişdən məhsulu aldığı anda siz ona həmən əlaqə saxlayaraq məhsulları necə istifadə etdiyini ona izah etsəniz, mütləq şəkildə razılıq yaranacaq. Mütləq. Bəzən məhsulları düzgün istifadə edə bilmədikdə negativ fikirlər yaranır, narazı qalınır. O zaman bizə axı onun razılığı lazımdır, düzdürmü? Bizim məhsullarımız həqiqətən düzgün istifadədə möhtəşəmdir və bir dəfə istifadə edən ömürlük istifadəçidir. Əgər o razılıq yarandısa, mütləq şəkildə o özü istəməsə belə, özü bilmədən belə o razılığı öz sevdikləri ilə bölüşəcək. İstəyəcək ki, öz yaxınları, qonşusu, qohumu bu məhsullardan istifadə etsin. Necə ki, evimizə bir şey aldıqda həmən sevincək hamıya bildiririk ki, nə gözəldir, nə yaxşıdır, siz də bundan alın. Yaxud gəlib sizdə görənlər həmən hardan aldığınızı soruşurlar, siz də aldığınız yerə yönəldirsiniz. İndi düşünün ki, siz yönəltdiyiniz marketlərə, yaxud filan kəsə, onlar sizdən uzaq başı bilsələr siz yönəltdiniz, təşəkkür edərlər. Amma burada sizin yönəltdiyiniz adamlar sizə qazanc verər. Həm onların sifarişi qeyd etdiyim kimi sistemə bal yazılacaq, sizi karyerlərə qaldıracaq, eyni zamanda o sifarişlərdən sizə maaş yazılacaq. Bir də böyük seminarımız haqqında qruplarda danışılıbdır. Həcər müdürümüz özü də buradadır. Əgər istəsə bir xatırlatma edər, elə mövzumuz hədəf olmuşkən, çox istəyərəm ki, o hədəfləri qarşı, hər kəs özünə hədəf qoysun, hər kəs. Yəni, istər yeni gələnimiz, istər öncü, istər bronz, hər kəs özünə uyğun növbəti hədəfini qoymalıdır ki, böyük seminarda o möhtəşəm səhnəyə ən böyük uğurları ilə çıxa bilsin, ən möhtəşəm mükafatları qazana bilsin. Görüntümü açsam necə olacaq? İnşallah ki, səsim qırılmaz. Demək olar ki, mövzumuzu bitmiş kimi saya bilərik. Amma mən saat neçə oldu? Müdürüm vaxtımızda var ya hələ. Siz biraz gec başladınız. Vaxtımızda var. Mən Narsis mövzunu konspektləşdirmişəm ki, mümkün qədər konkret olaraq fikirlərimi çatdırım. Təbii ki, daha aydın danışmağa çalışıram. Bilmirəm, indi nə dərəcədə fikrimi çatdıra bildim. Bağlayın da xanımlar, nə qədər demiyorlar. Mikrofonları bağlayın da. Əfruz xanımın səsi qırıq-qırıq gəlir. Amma mütləq bəzi suallar verməliyəm, mütləq, əzizlərim. Mütləq bəzi suallarımız olacaq. Çünki mövzunun sizə nə dərəcədə aydın olduğunu ən azından yoxlamalıyıq. Siz öncülərə aid deyil. Xahiş edirəm, öncülər cavab verməsin. Yeni gələnlərimizdən. Mənə çox maraqlıdır ki, yeni gələnlərimizdən yəqin ki, bəli. Əfruz müdürüm, böyük seminardan söz tutdunuz, fikrimi bildirmək istədim. Buyur, buyur. Bir daha ersaqçılarımıza, ersaq ailəmizə səslənək. Böyük seminarımız çox möhtəşəm bir seminar olacaq. İnanın ki, özümü onların hər birinin yerində görmək istəyirəm. Bu məni çox həyəcanlandırır. Çox möhtəşəm bir seminar olacaq və elə bir hədəflər, elə bir plan yazmışıq ki, hər bir üzvümüz o səhnədə, o böyük səhnədə yer ala bilər, o mükafatı əldə edə bilər və komandasına bunu sübut edə bilər ki, mən bu komandanın rəhbəri olaraq bunu bacardıq birlikdə. Və bu onun gələcək üçün işlərində daha böyük uğurlar əldə etməyinə yol açacaq. Çünki bir komandanın rəhbəri karyerasından asılı olmayaraq, o komandasını, öz uğurunu göstərəndə o komanda da onun ardınca gələcək. O uğurları onlar da istəyəcək. Və mən buradan hər birinizə bir daha səslənirəm.
Bu hədəflərdə, bu planda mütləq ki, iştirak edin. Müdirlərinizin dediklərini eşidin ki, orada artıq o möhtəşəmlikdə sizin də payınız olsun. Bunun üçün liderlərimiz çox gözəl şəkildə hərəkətə keçiblər. Artıq mənə şəxsiyə öz çalışma yöntəmlərini, yeni proqramlarını, getdikləri təqdimatı təqdim edirlər və bu məni çox sevindirir və bu planın içində nə qədər çox olsaq, o qədər uğurlarımız çox olacaq. Təşəkkür edirəm müdir. Bəli. Müdaxilə etdim. Davam edə bilərsiniz. Yox, mən istədim ki, siz böyük seminar üçün, mən o barədə çox geniş danışmadım ki, sizin dilinizdən eşitsinlər. Çünki o gün liderlər toplantısı edərək bunu demişdiniz, amma bu seminarda yeni gələnlər də var. Onlar həm sizin səsinizi eşidərək bir motivasiya olacaq, həm də istəyirəm ki, elə sizin dilinizdən eşitsinlər ki, belə bir seminar olacaq. Böyük seminarımız Azərbaycana səs salacaq bir tədbir olacaq. Hətta siz sürpriz qonaqlardan danışmadınız, amma desəz yaxşı olar məncə. Sürpriz qalsın, Allah qoysa. Yəni bir onu deyə bilərəm ki, möhtəşəm olacaq. Və o möhtəşəm səhnədə, o uğurda hər birinizin payı olmasını istəyirəm və hər birinizin də bu potensialı var. Bəli. Mən də elə ona görə bugün bu mövzunu seçdim ki, həm ay əvvəlində hər ay biz hədəf çalışması keçirik. Çünki bizim işimizin əsas mahiyyəti planlı və hədəfli çalışmaqdır ki, məqsədlərimizə çata bilək. Ona görə də inşallah ki, mövzunu düzdür, tələsirəm ki, vaxtı çox uzatmayım. Amma inşallah ki, fikirlərimi çatdıra bilmişəm. Bir də xüsusilə bildirmək istəyirəm ki, bayaq günəş sistemindən danışdım. Günəş sistemində qalıcı karyera bizə qazandırır. Ona görə də ola bilər yeni gələnlərimizdən bəziləri bilməz, bizdə karyera ömürlükdür. Siz düşünün ki, burada quracağınız iş etibarlı və artan limitsiz qazanc verir. Bu da sistemdə yəni qalıcı karyeranın olmasıdır. Yəni siz heç vaxt düşmürsünüz. Həmin karyeranın qazancını hər zaman ala bilirsiniz. Təbii ki, yaratdığınız çalışan sağlam komanda olmalıdır ki, daim qazana biləsiniz. Bunları bilərək məqsəd qoymaq lazımdır. Bunları bilərək hədəf qoymaq lazımdır ki, istədiyiniz qazancı əldə edəsiniz. Və əzizlərim, yəqin ki, ay sonuna yeni gələnlərimiz ən yüksək karyerləri xəyal edirlər. Düzdürmü? İndi mənə çox maraqlıdır. Yeni gələnlərimizdən kimlər deyə bilər? Sistemdə bizim ballarımız necə adlanır və o ballar nəyi göstərir? Məsələn, dövrü bal dedikdə, karyera balı dedikdə nə başa düşdünüz? Kim danışa bilər bu barədə? Ən doğru, ən dolğun cavab verən, ən yeni üzvümüzə sifarişinə hədiyyə qoyacağım. Buyurun, liderlər yox, yeni gələnlər cavab versin. Nə oldu? Səsim gəlmir sizə. Gəlir, müdürüm, gəlir. Danışmırlar, neysə. Elə olar hamıdan qabaq elə Həcər xanım öz cavab verir. Yeni gələnlər yoxdur aramızda. Elə bir Həcər xanımımız var. O da 4 uşaq Axşamınız anası. xeyir. Axşamınız xeyir müdürüm. Necəsiz? Xatirət danışın. Hə, Xatirə xanım. Hə, siz də yenisiniz. Buyurun. Sistem baldan mən bayaq fikir verdim. Desən 10 bal 10%, 30 bal 15%, 60 bal 21, 120 bal 27, 200 bal 33. Düzdürmü? Bəli, bəli. O karyer tablomuzdur. Karyer cədvəlimizdə. İndi biz sistemdə çalışmalıyıq ki, o karyerləri qazanaq. Dövrü bal, karyera balı dedikdə siz necə başa düşürsünüz? Dövrü bal, karyera bal. Yəni ki,
Yəni dövrü balda tutaq ki 15%-də 30 baldır, eləmi? Bəli. Mhm. Yaxşı, 21%, Xatirə xanım, 21%, siz məsələn bəli. indi 10 karyer oldunuzla, düzdürmü? İnşallah olacam bu həftə. Aha, inşallah. Bax, deyək ki, sizin qarşıda hədəfiniz necə olmalıdır? Hədəfinizi necə təyin etməlisiniz sistemdə? Sistemə vəbşə daxil olmusunuz da, hə, siz? Sistemi bilirsiniz? Təxmini. Daxil olmusunuz da, baxmısınız da sistemə, düzdürmü? Bəli, bəli, baxmışam, Əfrəz xanım. Əslində, baxın, əzizlərim, bizim iş yerimiz sistemdir. Düşünün ki, şirkət sizə bir onlayn mağaza verdi. Siz üzv olduqda, üzvlük kodunuz da o mağazanın açarıdır. Siz sistemə, öz mağazanıza bir daxil olmalısınız. Bir baxmalısınız ki, orada vəziyyət necədir, biz necə işləyərik, necə qazanarıq. Yəni, sistemi bilməsəz, bu iş sizə çox çətin görünə bilər. Amma sistemi öyrəndikdə o iş sizə o qədər gözəl gələcək, o qədər asan, o qədər rahat olacaq ki, inan sistemdən çıxmaq istəməyəcəksiniz. Hələ düşünün ki, o sistemdə sizə maaşlar yazılacaq, o maaşlar getdikcə yanında sıfırlar çoxalacaq. Siz də istəyəcəksiniz ki, hər ay o sıfırların sayını çoxaldasınız. Bunlar hamısı sistemdədir. Bizim iş yerimiz sistemdir. Düşünün ki, siz qapıda bir mağaza açmısınız. Mağazanı açmasanız, mağazanı bir qapısını bir, necə deyərlər, açıb insanları ora dəvət etməsəz, o zaman mağaza işləyərmi? Əsla yox. Əlbəttə, işdə olmasa qazancı olmaz. Ona görə biz də öz mağazamızı işlətməliyik. O məhsulları insanlara tanıtmalıyıq, paylaşmalıyıq, göstərməliyik, danışmalıyıq, izah etməliyik. İş imkanlarımızı, necə qazanacağımızı bildirməliyik. Ona görə də biz bilməliyik ki, o karyerləri necə qazanırıq. Düzdürmü? Əgər bunu sən bilsən, sənə iş o qədər asan görünəcək. Sən də bunu inan ki, artıq iş sənə asan gələndən sonra sən bunu sevincək bildirirsən ətrafına. Sevgi ilə, ürəklə, inamla bildirirsən. Ona görə də qarşı tərəf deyir, iş elə budur. Burada qazanmağa nə var ki? Həqiqətən də burada qazanmağa nə var? Bax, elə mən çox istəyirəm ki, Həcər xanım da aramızda olmuşkən, Həcər müdürüm, buradasınızmı, yoxsa getdi? Bəli, buradayam müdürüm. Bax, mən istəyirəm yeni gələnlərimizə çox maraqlı olar ki, bizim bu işlə tanışlığımız necə oldu? Bir dənə zəhmət olmasa siz deyəsiniz. Mən hərdən deyəndə ki, bu iş o qədər asandır ki, baxıram liderlərimə qəribə gəlir ki, sən niyə deyirsən asandır? Vallahi mən elə işi eşitdiyim dəqiqə demədimmi bu asandır? Bax, onu bir dənə xatırladın siz. Aha, burada Əfruz xanımın seminarında olmuşkən, Əfruz xanımın Ersağa necə gəldiyini danışım sizə. Deməli, Əfruz xanımla ilk dəfə danışanda, Əfruz xanım tərəddüdlə, mən əl çəkim deyə Əfruz xanımla. Əfruz xanım dedi ki, nə məsləhət bilirsinizsə, nəsə bir məhsul vurun. Mən ona işi izah etməyə çalışıram, çünki Əfruz xanımı mənə yönləndirən xanım, Əfruz xanımın çox potensiallı olduğunu mənə demişdi zaten. Əfruz xanımı, baxdım ki, Əfruz xanımı ancaq qazanc maraqlandırır və Əfruz xanım bu yönə... Biz iş qurmaq üçün gəlmişdim. Bəli. Əfruz xanımla danışdıqca, buradakı qazancı, burada necə qazana bilər, bunu danışdıqca Əfruz xanım gördüm, çox diqqətlə qulaq asır və hər dəfəsində deyir, Həcər xanım, bir də falan geri deyin, söhbəti yarıda kəsir və bilmədiklərini bir daha soruşdu. Həmin günü, ilk günü danışdıqdan sonra Əfruz xanım bilirsiniz mənə nə dedi? Bir dənə dəftərin, bir list, o üzbüz deməli insanlar, adlar, siyahılar tutubdu. Dedi ki, Həcər xanım, çalışmağa hazırsınız bu qədər insanla? Mən də nə istəyirdim, mənə də o lazım idi də. Dedim, təbii ki, çalışmağa hazırıq, başlayaq. O gün bu gün başladıq. Əfruz xanım bir aya gəldi, lider oldu. Əfruz xanım artıq qurduğu komanda ilə, gördüyü işlərlə artıq nümunəvi bir lider oldu və artıq ilk aylardan məlum oldu ki, Əfruz xanım gələcəyin çox çalışqan, ersaq sevdalısı bir müdiri olacaq.
Və Əfruz xanımı bu işə kimsə məcbur eləmirdi ki, Əfruz xanım siz üzvü gətirməlisiniz, Əfruz xanım siz ballarınızı toparlamalısınız. Əfruz xanım ancaq və ancaq inanın həmin vaxtlar Əfruz xanım biri var ki, məsələn bu gün artıq komandamızda çox insanlar var. Hər kəsin çalışma yöntəmi fərqlidir. Əfruz xanım bilirsiniz necə çalışırdı? Əslində o cür çalışanda uğura getmək olur. Əfruz xanım nə girib maaşa baxmırdı hər dəqiqə ki, hə, məsələn filan üzvü gətirdim, maaşım nə qədər oldu? Yaxud da ki, mən filan elədim, mən nə vaxtda bu qədər puanım olar, nə vaxtda bronz olaram, nə vaxtda müdir olaram. Ancaq fikrini qoydu, komandamı böyütməliyəm. Birinci məqsədim budur. Və komandanı böyütdükcə təbii ki, orada maaşı da yaxşı olacaq, orada müdürlük də yol görsənəcək, bronzluq da görsənəcək. Mən bu günləri ilk qoşulan üzvlərimizdən, liderlərimiz olsun, karyerasından asılı olmayaraq hər birinizə buradan səslənmək istəyirəm ki, bu işin püf nöqtəsi dayanmadan çalışmaqdır. Mən sizə demirəm, sıçrayışla çalışın. Mən sizə deyirəm, davamiyyət gətirin. Bu işin uğuru davamiyyətdir. Bu gün işiniz sizin ürəyiniz istəyəməyən, istədiyiniz kimi olmaya bilər, sabah olmaya bilər. Amma siz davamiyyət gətirdiyiniz üçün o birisi günü sizin üçün hər şey gözəl olacaq. Bu işdə sadəcə davamiyyət, sizə yan yörədən deyənlər, yox deyənlər, bu işdə uğursuz olanlar heç biri sizi məyus etməsin, sizi dayandırmasın. Heç onlara qulağınızı tıxayın, eşitməyin. Sizin məqsədiniz varsa, baxın biri var ki, dünənləri qurulmuş bir şirkətdə olasınız siz. Ki bilməyəsiniz hələ şirkətin gələcəyi nə olacaq? Burada sizdən öncə bu işi görənlər, bu uğurda olanlar vardı ya yoxdur? Biri də var ki, artıq Ersaq dünən qurulmuş bir şirkət deyil. Ersağın dünəni var və Ersağın sabahını da bu gündən görürük, çünki gördüyü işləri görürük. Biz arxamızı möhkəm söykəyəcəyimiz, yəni bir dağdır bizim şirkətimiz. Və belə bir şirkətin bir parçası, bir nöqtəsi, bir damlası olmaq bizim üçün qürurdur. Bu cür gözəl şirkətin, bu cür gözəl sistemlə, gözəl iş prinsipi ilə bizə nə lazımdır? Rahat şəkildə, komfortla çalışma alanı yaradır şirkətimiz sizə. Bizə sadəcə qalır ki, bəhanələr, bu günləri kim Ersaqda qazanmırsa, kim üzvü gətirə bilmirsə, kim irəliyə bilmirsə, getsin ancaq və ancaq özündə günah axtarsın. Mən harada səhv edirəm? Harada səhv edirəm? Niyə Aybəniz bacarır, Gülbəniz bacarmır? Niyə Aybəniz etdi, mən Gülbəniz olaraq etmədim bunu? Bunu sadəcə özümüzdə axtarıb, davam. Amma dümdüz baxıb getmək. İnanın ki, ən gözəl yerlərdə hər biriniz olmağa layiqsiniz də və bu şirkətdə də zirvəyə getməyə mütləq tələsin. Həqiqətən, yəni şirkətimiz çox özəl şirkətdir və gələcək üçün siz bu işləri daha yaxşısını da görəcəksiniz şirkətimizdən. Elə müdürüm. Sağ olun müdürüm. Sağ Zaten olun. Sizləriniz bu cür olmasaydı, bu günlərdə bu cür gözəl müdür olmazdınız. Biz Lalə müdürüm də buradadır. Lalə müdürüm deyir, Əfruz xanım Ersağın fədaisidir. Ersaq sevdalısıdır. Və Mən sizlər sayəsində Ersaqı sevdim. hər hansı bir iş olur olsun, bax Əfruz xanım kimi işini sevdinizsə işinizi, biz bu işi sevərək görürük. Bizi yəni bu gün pul qazanmaq deyirsinizsə, burada biz müdürlər olaraq artıqlaması ilə qazanırıq. Çalışırıq, qazanırıq. Bu qazancı bəlkə başqa yerdə də edə bilərdik, amma bu qədər sevgi ilə bir işi görə bilməzdik. Bu günlər biz işimizi sevərək bu qazancı əldə edirik. Dua qazanaraq bunu edirik. Gələcəyi görərək bunu edirik. Elə müdürüm. Təşəkkür edirəm. Mən sizlərə təşəkkür edirəm ki, sizlər sayəsində Ersağı tanımışıq, sevmişik. Biz sevmişik ki, o sevgini bizə güvənib gələnlərə ötürə bilirik. Bəli, Və biz istəyirik ki, bütün xalqımız Ersaqdan faydalansın. Mən inanın ki, hər tanış olduğum adama birinci, heç indi artıq tanımadıqlarımızla işləyirik. İlk başda tanıdıqlarımızdan başlayırıq. Hər birinə birinci cümləm o olur ki, mən buranın faydasını, qazancını gördüyüm üçün istəyirəm bütün xalqımız qazansın. Tanıdıq, tanımadıq hamını, bütün xalqımız qazansın. Onsuz da o qədər möhtəşəm şirkətdir ki, məhsullarla sağlığı qazanacaqlar, iş imkanı ilə də əlavə qazanc olaraq daha gözəl həyat yaşayacaqlar. Bundan gözəl nə olsun? Hələ kömək etdikləri insanların da savabını, xeyir duasını qazanacaqlar. Yəni, hər tərəfli bir qazanc var. Bizə qalır sadəcə öyrənmək.
Bundan gözləmə olsun. O mənə gəlir ki, bizim heç dayanmağa belə haqqımız yox. Bizim dayanmağımız yoxdur. Ona görə deyək ki, birisi mən olaraq işə başlayır. Həmən gün artıq geyinir, keçinir, gedir işinə. Siz də bugün Ersağa gəldinizsə, artıq işin nə olduğunu bilərək məşğul olmalısınız. Yemək hazırlasaz da, qab yusaz da, uşağa baxsaz da, əsas fikriniz Ersaqda olmalıdır. İşi planlaşdırmalısınız, işin hədəfinizi təyin etməlisiniz. Əsas sizə lazım olan o güclü, sağlam komandanı yarada bilməlisiniz. Məhsullarımız o qədər gözəldir ki, burada sizin minlərlə alıcınız olacaq, minlərlə. Amma o minlərlə insanın arasından heç olmasa bir 5-10 nəfərdə lider xarakterli, lider ruhlu insanlar olacaq. Siz bunları kəşf edib ortaya çıxartmağı bacarmalısınız. Onların potensialına uyğun, onlarla çalışmağı bacarmalısınız. Onları ortaya çıxarmalısınız ki, sizin gələcək davamçılarınız olsun ki, sizlər də müdürlüyə çatasınız. O bayaq xəyalınızda qurmuşdunuz. Maşınlar, evlər, daha nələr, daha gözəl həyat. Əgər nə qədər çox güclü lideriniz olarsa, inanın ki, onları daha tez və daha asan əldə edərsiniz. Deməli, nəymiş? Hər şey məqsəddən asılıdır və o məqsədə aparan yolsa hədəflərdir, planlı çalışmaqdır. Çox sağ olun, Həcər müdürüm, seminara qoşulduğunuz üçün, fikirlərinizi bildirdiyiniz üçün. İstəyirəm Lalə müdürüm də fikrini bildirsin. Siz sağ olun. Mümkün olur. Xoş oldu. Sağ olun, nə yaxşı ki varsınız və sizlər sayəsində Ersağı tanımışıq. Təşəkkür edirəm. Gözəl seminar idi. Həqiqətən də mən Əfruz müdürümün seminarlarını qaçırmamağa çalışıram. Çünki hər seminarda mütləq ki bir şeir gəlir. Üzvlərimizə də öpür istəyirəm bugün. Dişimdən dolayı səsim biraz motivasiyam düşübdü. Ürəyim istəyən kimi səslənə bilmirəm. Həcər müdürüm də qeyd elədi, Əfruz müdürüm də. Yəni bizə nə lazımdır? Bizə sadəcə bəhanələri kənara qoyub işimizə iki əlli sarılmaq. Əfruz müdürüm dediyi kimi klassik ticarətlə nə qədər fərqlidir? Network marketing. Çünki burada gedərlər az, gəlirlər çoxdur. Bu günləri Bəkir bəy də necə deyir, bu işə öz işiniz kimi baxın. Öz işiniz kimi baxmaq nə deməkdir? Sizin əgər sistemdə öz kodunuz, öz adınız da kodunuz varsa, demək ki, sizin bir mağazanız var və düşünün ki, hər səhər gedib bir mağaza açırsınız işinizə. Hələ yanaşın, hələ baxın, uğurlarınız bol olsun. Çox tutmaq istəmirəm axşam geç saatda. Çox gözəl, keyifli bir seminar oldu mənim üçün. Ayrıca Gülbahar xanım kamerasını açıb onu salamlayıram. Hər gün salamlayıram. O kamerayı görürəm deyə 2 dəfə salamlayıram. Canım Mən də mənim. sizi salamlayıram hamınızı. O Mən Gülbahar aça xanım hesabınızı bilmirdim. çox Nəsə, seviyorum. gec açdım, aça bilmirdim. Həmişə tez açılırdı, açılmırdı. Son vaxtlar nəysə Gülbahar xanımın Zoom'da problemi var nəysə. Yaxşı olar hər şey inşallah. Lalə müdürüm demişkən, network pulu olmayan, bax çox diqqətlə dinləyin ha. Pulu olmayan ən ağıllı insanların seçimidir. Ən çox qazanmaq imkanıdır. Biz sizə pul qoymağa çağırmırıq. Biz sizi pul qazanmağa çağırırıq. Valla burada ağlını istifadə edən, yəni düşüncə ilə hərəkət edənlər inanın ki, bir ayda istədiyi qazanca çata bilir. Birinci aydan yüksək maaşla başlayanlarımız olubdur. Təbii ki, digər müdürlərimizin, liderlərimizin mövzularını da qaçırmadan hər zaman izləsəz, təlimlərə, seminarlara vaxtında qoşulsaz və mövzuları da aydınlıqla başa düşərək qəbul etsəz. Bu çox vacibdir. Nəyi bilmirsinizsə, daha doğrusu sizə nə qaranlıq qalırsa, mütləq soruşun. Bax, bayaq Həcər müdürüm də qeyd elədi, gördünüzmü? Mən özüm də bir şey dinlədikdə, o mənə qaranlıqdırsa, mütləq deyirdim ki, Həcər müdürüm, orada bir asta danış, onu yaxud yenidən mənə de. Çünki mən istəyirəm, o mənimki olsun.
Mən onu mənimsəməsəm, onu mən yəni işləyə bilməyəcəm. Axşamınız xeyir, Əfruz xanım. Hər kəsin Buyurun, axşamı Samir xeyirli Bey. olsun. Əfruz xanım, sizdən nə istəyərdim, danışasınız. Ümumiyyətlə, yeni gələn üz, talım ki, dünən yazılıbdı, qeydiyyat keçilib, artıq ucu sistemdə onun kodu var da, referal kodu. Bunun müəyyən bir vəzifəsi var. İlk addımları nədən başlamalıdır? Əgər qısa olaraq bu haqda talım ki, qoşuldu, nə edəcək, nədən başlayacaqdır? Bəli. Deyək ki, üzv olmağın avantajını öyrənərək gəldi, liderindən, sponsorundan, şirkətimiz, məhsullarımız, iş imkanlarımız haqqında məlumat aldı. Təbii ki, məqsədindən asılı olaraq alıcımız yaxud iş sahibi olmaq üçün gəlib, ona görə biz ona yol göstəririk bu öz yerində. Amma sistemi öyrənməsi vacibdir. Bəli, yəni gələndə o şərtlər ona izah olunur, o şərtlərə uyğun o hə deyir. Yəni razıyam, bu şərtlər bunun üçün uyğundur. Bəli, razılaşaraq üzv olur təbii ki. Bəli, amma nədən başlayacağını bilmir. Yəni hansı tövsiyələr edə bilərdiniz, hansı məsləhətlər? Yəni ilk olaraq nə etməlisən? Sistemi indi öyrəndi, şərtləri bildi. İndi bunun ikinci işi odur ki, komandasını böyütməlidir, komanda qurmalıdır. Və hansı addımlarla başlamalıdır? Məhsulla mı, səhifə ilə mi, nə ilə? Bilirsiniz necədir Samirə xanım? Əslində biz bu neçə ildə öz təcrübəmizdən gözəl nəticə verdiyini görürük. Əslində hər kəs özünə uyğun olan yoluna işləsə, yaxşıdır. Burası uyğun imkan var. Heç telefonu belə bacarmayanlar, heç oxumağı belə bacarmayanlar burada işləyə bilər, yeri gəlsə. Sadəcə öz razılığını ətrafa bildirəcək. Amma paylaşmaq mütləqdir. Əslində, Samirə xanım, sizin sualınıza tam olaraq belə cavab vermək lazımdır ki, ilk növbədə, bir dənə zəhmət olmasa mikrofonları bağlayın. Deməli, ilk növbədə o insan işi öyrənməlidir, Samirə xanım. İşi öyrənmədən dəvət edərsə, o zaman o yox cavabları onu negativə salacaq. Amma əslində, bax, bizim bugün liderlərimiz belə bunu bilməlidirlər ki, problem əslində qarşı tərəfdə yox, bizdədir. Bizdə. Biz fikrimizi düzgün çatdıra bilmirik. Deməli, işi ətraflı, bütün incəlikləri ilə bilsək, qarşı tərəfə həm uyğun yanaşmağı bacararıq, həm də onun ehtiyacına uyğun, ona lazım olanı verərik, ona uyğun da yol göstərərik. O zaman, inanın ki, dəvət etdiklərimizin hamısı bizə razılıq verər. İndi o yeni gələni ki, soruşursunuz, o sistemi öyrənmək xüsusilə yaxşıdır ki, o işin ciddiyyətini görəcək, artıq burada nə qazana biləcəyini inanaraq başlayacaq, məqsəd yaranacaq, onlar öz yerində. Amma bir sponsor liderə nə qədər sıx bağlanarsa, onun dediklərinə əməl edərsə, işi öyrənərək başlayarsa, o əlbəttə ki, dəvətlə başlayacaq, paylaşımlar edəcək, sosial şəbəkəni bacararsa xüsusilə möhtəşəm. Çünki sosial şəbəkədə, yəni məsələn bizim bir-bir danışdıqlarımıza o sosial şəbəkə vasitəsilə yüzlərlə, minlərlə insana fikrini çatdıra bilər. Baxın, bu sizi ən qısa zamanda ən yüksək gəlirə çatdıra bilər, ən yüksək karyerlərə çatdıra bilər. Bax, ən gözəli budur. Cavabınız belə olacaq. Yəni sistemi ilk öncə onun işi, deməli, bir çoxları bilir də, yəni ilk öncə onun işi qazanc planını, yəni marketinq sistemi öyrənməkdir. Bəli, öyrənmək. Öyrənərək başlamaq lazımdır. Bu sistemi öyrədən kimdir? Bunu bura gətirən insan. Elə deyil. Deməli, bunun birinci qoşulanın əsas birinci addımı nədir? Yəni ki, vaxt ayırıb, əlinə ruçka vərəq götürüb, bunu dəvət edən insanlar ondan planını öyrənməkdir. Yəni birinci budur. Nə məhsul sifariş vurmaq deyil, nə qaçıb tez dəvət etmək deyil. Əsas odur ki, bütün sistemin incəliyinə kimi öyrənsin. Ondan sonra özü planlaşdıraraq qərar verərək hansını necə edəcəm, nətər edəcəm, siyahı qurmalıdır. Bu ikinci addımıdır onun. Yəni bunu mən kimə çatdıra bilərəm? Kim buna uyğundur? Ətrafımda olanlardan. Düzmü başa düşdüm? Bəli, bəli. Hətta bayaq Həcər müdürüm orada danışırdı mənim işə gəldiyim vaxtdan. Bax, görürsünüz, o da qeyd elədi orada. İnanın ki, mənə heç hansı məhsulun alınacağı belə o qədər önəmli deyildi. Mən zaten bu məhsulların bitki tərkibli olduğu üçün mütləq
faydalı olacağını və yaxşı məhsul olacağına əmin olaraq başlamışdım. Onsuz da mən 400 məhsulu bir anda tanıyası deyiləm ki. Məsələ, əgər mən bura iş sahibi olmaq üçün gəlirəmsə, işi öyrənməkdir. İşi öyrəndikdə, ona görə də mən birinci gündən komanda yaratmağa başladım. Təbii ki, sponsorlarımızdan da bilmədiklərimi öyrənirdim, soruşurdum. Qruplarda mən bir cümləni belə qaçırtmırdım, bir cümləni. Axşamınız xeyir, xanım, olar bir sual verim. Buyurun. Mən məsələn bura yeni qoşulmuşam. Düzdür, keçən ay qeydiyyatdan keçdim. Məhsul vurmadığım üçün, məsələn, mən yenidən qeydiyyatdan keçəcəyəm, bu bir yana. Əgər mən bura qoşulmuşamsa da, mən buradan alış-veriş yalnız özüm etdimsə də, qol gətirə bilmədimsə də, mənim burada fəaliyyətim necə olur? O zaman özünüz evinizə ehtiyac olan məhsulları marketinizi dəyişərək, buradan alaraq, ilk qazancınız zaten sağlamlıqdır elə. Ən böyük qazanc sağlıqdır, düzdürmü? Yəni, hər bir halda qazanmış oluruq. Burada kimsə deyə bilməz ki, mən nəsə qazanmadım. Heç komanda yaratmayan belə qazanır. Yəni, ən azından bu 2 ay balların 2 ay sistemdə qaldığını dinlədiniz yəqin ki. Çalışacaqsınız ki, komanda gətirə bilmirsinizsə də, bu 2 ay ərzində ən azından bir 10 karyeri yüksələ bilərsiniz. Ən azından. Yəni, siz bu kampaniyada başlasanız 120 manatlıq sifarişlə 4 bal qazanmış olursunuz. Deyək ki, növbəti kampaniyada da bir sifariş vursa, 4 balda oradan 8 bal. Cəmi 10 baldır da bizim 10 karyeramız. O zaman siz indi üzv olduqda 25% qazancına başlayırsınızsa, 10 karyerada gələcək onun üstünə siz artıq məhsulları 30-35% endirimlə alacaqsınız. Bu endirim özü də sizə qazanc daha. Siz o zaman artıq 120 manat əvəzinə artıq 110 manat ödəmiş olursunuz. Yəni, karyerizin faizinə uyğun olaraq endirim alacaqsınız. Hər zaman da hədiyyələrinizi alırsınız, hədiyyələr də qazancınızdır. Yəni, üzv olmanın avantajlarını bilərək onu da istər-istəməz siz ətrafınıza bu razılığı bildirəcəksiniz, necə olsa. Məhsulu tanıyandan sonra, bax, ilk baxışdan sizə elə gəlir ki, bəlkə komanda yarada bilməzsiniz. Bəlkə də ən çox elə komanda böyüdən, ən uğurlu birisi siz olacaqsınız. Ən çox qazanan əsl lider siz olacaqsınız. Yəni, burada kimsəni itirəcəyi heç nə yoxdur burada. Müdürüm, mən elə gəlir ki, sizi dəyişib sağlam yaşayacaqsınız. o xanım bir nəyə soruşurdu. Yəni, deyir ki, mən komanda qura bilmirəmsə, mənim Ersaqda, məsələn, fəaliyyətim yoxdursa, mənim Ersaqa gəlməyimin nə kimi xeyri var mənim üçün? O, onu soruşurdu. Məncə, onun belə özünə xeyri var ki, tutalım ki, biz gedib aptekdə məhsulları götürürük, üstündə bizə heç bir hədiyyə verilmir, heç bir endirim olunmur. Düzdür? Ən gözəl bizim özümüzün şəxsi avantajımız odur ki, onları qeyd etdim ki, sizin endiriminiz olacaq 10 karyerə çataraq, Sonra hədiyyələr hər zaman olacaq. Mənim haqqında Küfayət xanım mənim Küfayət xanım, siz bir ömür boyu. Burada sizin adınız, kodunuz heç zaman silinmir. Siz istəyir, bax, bir ildə sonra gəlsəz, həmin karyeranın endirimini də alacaqsan, hədiyyələri də alacaqsan. Bundan gözəl nə olsun? Məsələn, mənim bəzi pasiyentlərim var. Məsələn, düzdür, adını vurğulamıram. Mən bir başqa şirkətdə də varam, söhbət onda yox. Məsələn, mənim pasiyentlərim var da, məsələn, qida əlavələrindən müalicələr verirəm. Mən yəqin ki, sizdə də həmin hansısa bir xəstəliklərə resept şəklində qida əlavələrindən müalicələr verilir, hə? Resept şəklində deyəndə ki, biz həkim deyilik, qida əlavələri də dərman deyil. Amma ki, burada təbii ki, problemlərə uyğun olaraq qida əlavələri dərman deyilsə də, qida əlavələrinlə nə qədər şəfa verdiklərimiz insanlar olur da, o mənada. Məsələn, aptek məhsullarından sizin sponsorunuz kim idi? Sponsor məsələsini bilmirəm, hələ sizin sistemi tam tanımıram. Məsələn, Vüsalə Əhmədova, o xanımın vasitəsilə buradayam, Nailə xanım. Xeyirli olsun, xeyirli olsun. Əlbəttə ki, bizim məhsullarımızla o qədər şəfa tapanlar var ki, məhsullarımız dərman olmasa da, əslində sağalmaqda yardımçı vasitədir.
Amma xüsusilə qeyd etmək lazımdır. Burada hamı eşitsin. Biz ciddi fəsadlar olan ciddi xəstəlikləri mütləq həkimə getməyini, xəstəxanada olması, ciddi müayinələrdən keçməsini məsləhət görürük. Ona görə də bizim məhsullar yardımcı vasitə olaraq daha tez sağalmağa kömək edir. Amma, bax bir amma var ki, biz erkən sağlığıq. Erkən sağlıq olaraq sağlığı vaxtında profilaktik qorumaq üçündür. Yəni adicə hamam təmizləyən bir vasitə ilə biz xəstəlikləri sağalda biliriksə, dəri xəstəliklərini, açıq yaraları belə ondan sağalda biliriksə antiseptik olaraq. Yəni mən məhsullara keçmək istəmirəm. İstəyirəm mövzumuz yayınmasın. Yəni məhsullar həqiqətən möhtəşəmdir bir sözlə. Bəli, mən məhsulunuzun birini istifadə etdim. Şəxsən özümdə təyin etdim ki, ən azından qabyan şampunun özü kimyəvi qatqılı market şampunundan fərqlidir. Nəyə görə fərqlidir? Fərqi budur ki, düzdür, indi bitkisəlliyi bir yana qoyuruq. Yəni tez stəkandan, məsələn bir stəkan yudum, mən onu təyin edirəm. Stəkandan tez gedir və əlimin altında yuduğum qab pırıltı verir. Və bunu da təyin elədim ki, həqiqətən də çox mükəmməldir və bu mənim üçün bir məsələn, nətər deyim, staj kimi deyim, nətər belə unuttum sözləri. Yəni bir razılıq yarandı Kifayət xanım. Artıq sizin bəli, bu üçün mənim üçün bir elə bir fenomeni oldu da. Mən də onu siz o razılığı gələn qonaqlarımı da təqdim etdim. Bildirəcəksiniz mütləq. Bəli, mən məsələn bugün evimdə olan qonaqlara təqdim etdim ki, ən azından kim bitkisel məhsullar götürürsünüzsə də müalicə, çalışın ki, məsələn, hamamınızda da, kuxnanızda da, hətta belə hər bir yerdə nəyinizsə olursa da, hamısı kimyasal olsun, hətta belə şampununuzda kimyasal olmasın, kimyasal məhsullardan kənar gəzin. Məsələn, bir ersaqçı olmaq, Kifayət xanım, bir ersaqçı olmaq ən belə deyərdim, savab bir işdir. İnsanlara nə qədər faydalı olacağınızı görəcəksiniz. Çünki ersağın əsas missiyası dünyanı xəstəlik yaradan kimyasallardan qurtararaq insanlara və bütün canlı bəşəriyyətə daha bir sözlə qorumaq deməkdir. Qorumaq. Bitkisel məhsullardan müalicə götürməkdir. Yaşayacağı dünyanı belə qorumaq deməkdir. Bilirsiniz, düşünəndə bunun çox dərin mənası var. Əslində mən istəyirəm ki, mövzumunda bir şey olsun. Vaxtımız da çox azdır. Çünki biraz vaxtımız artıq bitir. İnşallah. Məhsullarınızla kataloqa girərik. Məhsul seminarlarında daha rahat danışarıq bu mövzuları. Mən məhsuldan başlasam qutarmayacağım. Ona görə də istəmirəm o barədə başlayayım. Yox. Əsas məhsullar bitkisel müalicələrdir. Yəni bu mövzuya aid kimlərin sualları var? Sualınız yoxdursa artıq yekunlaşdıraq. Saat neçə oldu? Xeyrə qalsın. Xeyrə qaş. Var mı sualın? Lalə müdürümə deysən, bir üzünü aç ki, ha vaxtı görmürəm. Bir üzümü görüm. Ay Lalə müdür. Lalə müdür, Gülbahar xanım darıxıb sənin üçün. Gəlmir, onu gəlmir sizinlə daha. Amma bir məsləhət vermək istəyərdim. Hər yeni qoşulanlar... Buyur, Səmrə xanım, buyur. Bəli, yəni sadəcə tövsiyəm odur ki, yeni qoşulanlara xüsusi olaraq demək istəyirəm ki, sizi bura dəvət edən şəxsdən ilkin vaxtlarda sıx münasibətdə olun. Çalışın, həqiqətən də qazanc planını öyrənin. Çünki siz bura gələndə artıq hə deyib gəlibsiniz. Yəni bu işə qoşulubsuz, işə götürülübsüz kimi. Bu işin də müxtəlif bir vəzifələri var. Hansı vəzifələr nə olacaqdır, nədən ibarətdir? Bunu mütləq sizi bura dəvət edən sponsorunuzdan bir-bir öyrənin. Yəni bugün vaxtım yoxdur, sabah danışarıq və yaxud indi qonaqlarım gəldi, yox. Sırf elə isti vaxtda, isti necə deyirlər. Yəni qısa bir müddətdə siz qazanc planını qeyd edib öyrənin. Necə? Deyirəm, qonaq gəldi daha yaxşı. Qonaqları da ersaqçı etmək lazımdır. Səsliyə qoş elə qonaqlar da eşitsin, elə lap gözəl. Mən çox vaxt elə edirəm. Baxın, Əfrus xanım, yəni dediyim odur ki, həqiqətən qeydiyyat olunub kənara çəkilmək lazım deyil. Sonra da şirkət pisdir, ya mən bacarmaram sözü də burada keçərli deyil, bu bəhanələrdir. Yəni qoşulduğun gündən etibarən sistemi öyrənmək lazımdır. Bu mütləqdir. Yəni sistemi öyrən, ondan sonra bax gör, sən necə başlayacaqsan, nədən başlayacaqsan.
ən gözəli bilirsən nədir Samilə xanım? O insanın özünə qeydiyyatı özünə elətdirirsən. Mən bir neçə nəfərdə belə olub, o qədər xoşum belə İnanırsan həmin adamlar həmin gündən başlayırdı işləmək. Özünə qeydiyyat elətdirirsən, özü deyəndə ki, bax bu o qədər asandır. Mən burada telefonda deyəcəm, sən oradan eləyəcəksən. Yaxud da ki, açırlar nədir? Ekran paylaşımı. Ekran paylaşımını açırlar. Sən orada izah eləyirsən, qeydiyyatı da özü eləyir, sifarişi də özü yığır. Həm o işi öyrənərək özü artıq işi sahiblənir. Bu işi daha çox sevir. Həm də sən də canın qurtarmış olur. Bilirsən ki, gəlin Həqiqətən tək qeydiyyat yox. Qeydiyyat edəndən sonra hətta artıq uşaq ekran açılıbsa da, necə deyirlər o, orada məsəl üçün öyrənə bilərsə, bax bu sənin kodundur, indən belə bu kodu əzbər bilməlisən, bu yerə sənin gələcək, bu yerdə sən alış-veriş edəcəksən, burada səbət atacaqsan, səbətdən çıxardacaqsan. Yəni bunların hamısını elə həmin dəqiqə çox gözəl, yəni biri var sözlə deyirsən, biri var orada ruçka verərsən, biri də var onu canlı olaraq sən ona izah edirsən. Həmin yeni gələnin də əlbəttə ki, marağı olur ki, nə gözəl özüm qeydiyyatı da artıq bilirəm. Bunun özü O də işlərdə mən məsələn özüm bilirəm, heç onları etməsəm də, girməsəm də onları bilirəm. Çünki necə? onlayn Sistemə girməmiş. Məsələn, mən hələ ki sizin sistemə girməmişəm, amma girsəm bilirəm ki, mən onları eləyəsiəm. Məndən ötürü 2 vur 2-dir o. Çünki mən onlayn işdə işləmiş adamam. Əlbəttə ki, kifayət tam. Teoriki olsa da hər şirkətin özünün müəyyən bir paneli var. Bu ay Bəli, Bu ay hər şirkətin ayrı sistemi var. Bəli, panellər Bəli, hər fərqlidir. Bəli, sizə yəni ki, sadəcə sizə asan da olacaq, belə deyim. Amma özünüz tək yox, amma sponsorunuzun köməkliyi ilə onu yəni ki, siz tez götürəcəksiniz. Uzaqbaşı bir 5 dəqiqə vaxtlandılaraq hər şeyi artıq bilmiş olacaqsınız. Nəticədə qazanc planı da bilmiş olacaqsınız. İnşallah. Belə. Gözəl məlumatlarınız üçün təşəkkür edirəm. Allah razı olsun. İnşallah xeyirli olsun. Sağ olun, canınız sağ olsun. Yəqin ki, sualı yoxdur etcəsin, belə baxıram. Ona görə nə deyirsiniz, bitirəkmi? Artıq saat yarım oldu. Düzdür, bir 10 dəqiqə gec başlamışdıq, amma çox vacib sual olan varsa, ancaq mövzuya aid, ancaq mövzuya. Başqa sual verməyin də. Çünki onsuz da bütün mövzular sizlərə təlim seminar olaraq keçiriləcək. Bax, bu kariyer balı, dövrü bal, hədəfin təyin olunması, necə çalışmalısınız ki, ay sonuna istədiyiniz kariyerlərə çata biləsiniz, istədiyiniz qazanca nail olasınız. Bax, bu mövzuya aid necə çalışan komanda yarada bilərsiniz. Təbii ki, siz bu kariyerləri qazanmaq üçün o qədər balı özünüz edəsi deyilsiniz ki, siz komanda çalışması, ekip çalışması da bir ayrı mövzudur. Onlar da mütləq bu yaxın günlərdə sizə danışılacaq. Yoxdur suallar. Elə bil ki, belə deyim də, əgər yeni gələnlər üçün məsələn, Bəy xanım dedi, 10-cu karyerada deyilsə, zaten özü 150 manatlıq məhsul götürüb gəlib də, düzdür? O balın, 10 balın 5-ini toplayıbdır. Həmən ay bir dənə də özü götürməsin, bir dənə də yanında üzv gətirsin, bir dənə üzv gətirməklə artıq 10-cu karyeranı tamamlamış olur. Bəli. 10%-dən aslında çox asandır. Bəli. Günlər xanım, bax buradan onu da dinləsinlər ki, əslində elələri var ki, 300 manatlıq birdən sifariş vuraraq birbaşa 10 karyerə belə yüksələ bilir. Daha gözəl. Elə şirkətlər var ki, 750 manatlıq paketlə 30% yüksəlirlər, düzdürmü? Amma bizdə cəmisi 300 manatla siz başlanğıc 25%-in üzərinə 10% dəcəndə artıq 35% əldə etmiş oldunuz. 30% endirim, 35% qazanc. Əgər 10-cu faizə sizdə. Hələ onu da nəzərə alsaq ki, həmin 300 manatın üzərində sən 10 dənə də hədiyyə götürə bilərsən. Bu da daha qazançlıdır. Bax, məsələn, yeni gələnlər göstərməliyik. Yeni gələnlər həmişə fikirləşir ki, mən necə çıxa bilərəm 21-ə? Mən 21-i 60 balı mən birdən-birə necə vura bilərəm ki, mən 900 manatlıq məhsul vurum. Amma elə deyil. Komanda şəklində çox asan və rahat olur. Çox asan. Məndə deməli, birinci gün 15 kariyer olmuşdum. Birinci gün 15 kariyer. Bir həftəyə 21 kariyerə çatdım.
Bayaq Həcər müdürüm də danışdı, eşitdiniz. Yəni 25 günə mənim öncülüyüm tamam olmuşdu. Yəni bunu mən heç Ne? telefonu bacarmadığım halda, özü Yox, karantin Əfuz vaxtı müdürüm, idi, nəyin hesabına telefon oldu? çıxmadığımız halda biz bunu edə bilmişiksə, demək bunu hər kəs etməlidir. Hər kəs edə bilər. Əfuz müdürüm, Qarşısına siz məqsəd qoyan nəyin hər kəs hesabına edir. oldunuz məsələn? Siz komandanın hesabına, düzdürmü? Əgər Bəli, sizin bəli. altınızda 21-dəsinizsə, 10 nəfəriniz varsa, hər 10 nəfəri yeni Nurlan, yazılan üzvü, hər 10 nəfəri bir dənə şeydir. onu və Nurlan, yaxud da Nurəddini tap. 15-ci Hüseynə Sədəddinə kariyeriyə gör kimin yanındadır. Bir dənə zəhmət olmasa Qapını aç deyirəm. mikrofonu bağlayın da. Qapını aç gör nə deyirəm. Şəx xanım, mikrofonu bağlayın. Nurəddini tap yine. Su ası koyup qonşunu su aparıb. Aha, Nurəddini Ha. indi axtarırsınız. Valla. İndi fövqəladə Bizim arasında çağırmaq işə də zəngini zəng çatılmır. Tapa bilmir onu. Deyir Seyircə kim varsa yanında. Şəx Seyircilər xanım. tapsınlar desinlər ona. Şəx xanım, Şəx xanım. Fövqəladə çağırmaq. Alo. Əgər biz 21-dəsiksə, biz 27-yə çıxmaq üçün öz alt ekiplərimizdən, karyeramızda asılı olmayaraq, məsələn, yeni üzv gətirmişik, hamısı ondadır və yaxud da ki, heç biri karyerada deyil. 5 nəfəri 15-ə çıxartmaqla, 3 nəfəri 10-a çıxartmaqla, hərənin özünün, belə deyim, qalxım səviyyəsini tutmaqla ki, hə, sən 10-cu karyeradasan, balın az qalıb 15-ə çıxarsan, onu 15-ə çıxarmalıyıq. 15-deyik, sizin balınız bir balaca tərpənişiniz olsa, ikinci nəfərdə yazılış eləsəz, 21-ə çıxarsınız. O yöndə yönəlsək, daha çox, belə deyim, həm maaş qazanmış oluruq, həm də Nurlan ki, da komanda yığma, şəklində tapıldı qura Nuruz. bilərik. İçində tez Bəli, qalxmış olur. Yəni Yəni bunu Günar xanım, biz niyə deyirik komanda işi öyrənmək o komandanı yaratmaqdır. Komanda ilə bu karyerə qalxmaq lazımdır. Zaten maaşı çalışan komandadan alırıq. Onların sifarişlərindən, o dövriyyədən bizə maaş yazılır. Ona görə də biz çalışmalıyıq ki, həm bütün xalqımıza, Düzdür, nə bütün demək istədim? Azərbaycan evlərinə ersaq məhsullarını tanıtmaq lazımdır. Nə qədər sifarişlər çox olarsa, ballar da çox olacaq, karyerlər də tez tamamlanacaq, daha yüksək maaş olacaq və o gələnlər arasında necə olsa lider ruhlu insanlar da olacaq, daha böyük komanda yarada biləcəklər. Onsuz da biz 5 nəfəri 15 nəfər etməliyik. Yəni onu demək istəyirəm ki, məsələn, birdən-birə bir adama yüklənib deyə bilmirsən ki, sən mütləq bu ay 27-yə çıxmalısan və yaxud 21-ə çıxmalısan. Onu bir üzvün üstündə, bir üzvə demək biraz riskli olur, güc olur. Amma o 21-in balın, 27-nin 120 balı 10 yerə böləndə ki, hər yazılışımızı 10-cu karyeriyə, 15-ci karyeriyə çıxardırıq, o zaman hər tərəfli olur. Elə bir ki, 120 balı paylamış oluruq 10 nəfərin arasında. Onu demək istəyirəm ki, yəni birbaşa bir nəfərlə 21-ə sən çıx, mən də 27-yə çıxım, yox. O biraz zor, biraz çətin. Bir nəfərlə ümumiyyətlə heç kəs ona çıxa bilməz. Heç vaxt da çıxmırlar elə. Mütləq elə komanda, sən dediyin kimi komanda yaranmalıdır. Bəs komanda yaranmasa, lap deyək ki, bir nəfər gəldi, deyək ki, lap bir nəfər deyək ki, öz başına öz yəni sifarişləri ilə lap 10 karyera, 15 karyera yüksəldi. Komanda olmadan o sonrakı mərhələlərə necə gedə bilər? Komanda, bəs ona görə də deyirik ki, 15 karyerdə olana aktivlik tablosunda görürsünüz, göstərilir ki, hələ bir nəfər gətirəcək. Amma daha yüksək karyerlərə, məsələn, öncədə deyir ki, sən heç olmasa 3 nəfər gətirə bilərsən. Deməli, komanda getdikcə böyüməlidir ki, sən daha yüksək karyerlərə çata biləsən, daha böyük qazancları əldə edə biləsən. O hədəf çalışmasında elə mütləq şəkildə komandanı böyütmək durur. Günar xanım demək istəyir ki, onu tək başımıza eləmirik də, bir-birimizə dəstək olaraq edirik, zəncir forması. Bəli. Bəs mən onu burada karyer balı, dövrü balı göstərəndə izah elədim zaten Samirə xanım. Göstərdim ki, orada Günar xanım çox gözəl vurğuladı, gözəl fikir. Sadəcə 33% karyerə 200 bal deyilirsə, bu hardasa bizim pulla 6000 manat dövriyor. Demək deyil ki, mən təkcə 6000 manatı bura sifariş vurmalıyam ki, öncəyə qalxım. Bunu əlbəttə ki, bu 6000 manat bölünür. 100 biri vurur, nə bilim 120 biri vurur, 150 biri vurur. Yəni belə, hətta elə olubdu ki, bir adam belə gətiribsən, o adam səni aparır. Çünki onun dəvətləri sənkindən də çox olduqca
Yəni məsəl üçün sadəcə o insanı tapmaq lazımdır. Elə olur ki, məsəl üçün bir ay heç kəsi gətirəmirsən, amma o birisi ay bir dənə elə birini gətiribsən ki, o dəvətlər edərək həm özünü qaldırır, həm siz yuxarıda olduğunuz üçün sizi də qaldırır, sizə də dəstək verir. Burada hamı zəncirvari, yəni bir-birinə dəstək olaraq, bir-birindən fikirləri bölüşüb, planlaşma quraraq irəli getmək mümkündür. Tək adamın işi deyil əlbəttə ki. Bir de Samira Hanım, ben siz dediniz ilk önce yazılan adamlar, üzvümüz, ilk önce yazılan üzvümüz neden başlamalıdır? Sistemi bildi. Dediniz ki sistemi bilir, sistemden hiç. Neden başlamalıyıq? Mesela ben özüm de elə olmuşam. Çünkü ben 5 ildir buradayım. Ama demiyorlar ki son 2 ildir yaxşı fəaliyyət göstərirəm. Qalan o 3 ilimi hava özüme 5 aydan bir məhsul ehtiyacı olub o zaman işləmişəm, götürmüşəm. Ama sonra başa düşdüm ki, mən birinci sistemi zaten öyrənib gəlirik, düzdür. Mən birinci məhsulları öyrənməliyəm. Çünkü hansı məhsulu, hansı belə deyim, harda təqdim eləməyimi bilməliyəm ki, mən o zaman komanda yığa bilərəm. Mən ətir alan birinə mən necə banyovisini tərifləyə bilərəm və yaxud da təqdim eləyə bilərəm. Çünkü mən onu bilirəm, banyovisini bilirəm, ətir haqqında heç bir şey bilmirəm. Və yaxud da ki, qida əlavəsinə ehtiyac olan adama mən şampundan necə danışa bilərəm ki? Çünkü ona qida əlavəsi lazımdır axı. Ona görə də ilk öncə başlayan bir insan dəftərin də qoluna vursa ən gözəli odur ki, məhsulların tərkibi, məhsulları gözəl bilməlidir. Gülnar xanım, onsuz da məhsullar haqqında qruplarımızda yetərincə məlumatlar da verilir və PDF-lərdə də istənilən qədər məlumat almaq olar, saytımızdan da, internetdən də. Amma Gülnar xanım, mən bir şeylə razı olmuram. Niyə? Bu fikirlə Siz o razı dediniz ki, kateqoriyalara böldünüz. Bu qətiyyən olmaz. Ersaq məhsulu hər kəsə, hər evə lazımdır. Və bütün məhsullarımız lazımlıdır. Ona görə də bax bizim hədiyyələrdə olan məhsullar insanlara daha çox tanımaq şansı verir. Məhsulları daha yaxşı tanıya bilirlər. Və məhsulun hamısı, biz niyə deyirik marketinizi dəyişin? Bəs marketi dəyişməsə, bu adam necə əsl ersaqçı ola bilər? Yəni, o sadəcə ətirlə maraqlanan adam, Gülnar xanım, o zaman sadəcə ətirlə maraqlanan ya sadəcə elə-belə ətir almaq üçün, ya da ki, satıcı xarakterli olur. Belə. Əslində, mən istəmirəm bugün məhsullardan çox danışaq, çünki vaxtımız da getdi. İnşallah, ən yaxın günlərdə sizə bu mövzunun davamı olaraq ekip çalışmasını keçərik. Komandanın necə yaranacağı, komandanı necə inkişaf etdirə bilərik, sizə necə liderlər hazırlana bilər. Bax, əsas budur. Mən bayaq qeyd elədim. Networkdə ən çox qazananlar özünə güclü liderlər hazırlayanlardır. Lider hazırlamağı birinci gündən qarşısına məqsəd qoyan birisi heç xəbəri olmur ki, nə vaxt gəldi öncü çatdı. Çünki komanda özü böyüyür artıq. Sən gətirdiyin 3 nəfəri, 5 nəfəri işi öyrən, o 5 nəfər 15 nəfər olacaq. 15 nəfər 50 nəfər olacaq. Bizdə 25 günə artıq mənim komandamda 52 nəfər var idi. Mən öncü olanda komandada artıq 52 nəfər var idi. Növbəti ayda 2 dənə öncüm çıxdı və orada hardasa 13 nəfər məqsədli işləyən var idi artıq. 52 nəfərdən 13 nəfər işləyən çıxdı. Və belə, yavaş-yavaş da komanda böyüməkdə oldu. Belə, sağ olun, salamat qalın. Sağ olun. Çox sağ olun, teşekkür edirik. İnşallah ki, öyrənə bildiniz. Kimin nə sualı olarsa qrupda verir. Şəxsidə də verir bilərsiniz. Kimin nə sualı olarsa sponsorlarına verir. Bəli, sponsorlarına versinlər, liderlər. Əsas odur ki, sual olsun. Sualınızı verin. Öyrənin ki, qazanın. Öyrənin ki, öyrədə biləsiniz. Bizim işimizin ana maddəsi öyrənib öyrətməkdir. Sağ olun. Danışanlar da sağ olsun, dinləyənlər də. Sağ olun, gecəniz xeyrə qalsın. Xeyrə qalsın. İnşallah bugün burada dinləyənlər tezliklə ən yüksək karyerlərə çatsınlar. İnşallah Əfruz xanım, sizin kimi lideri, Həcər xanım kimi, Nərgiz xanım kimi, mənim gözəl liderim, Rita xanım kimi liderlərə ehtiyacımız çoxdur. Sizlərin sayəsində yəqin ki, bu gözəl yol tutacaq Allahın köməyinə. İnşallah tezliklə sizin üzvləriniz də sizin haqqınızda belə xoş sözlər danışar. İnşallah. Seminarlarda görüşərik inşallah. Sağ olun. Xeyirli olsun, sağ olun. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın.
Belə.